Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, sizlə bir fəlsəfi düşüncəni paylaşmaq istəyirəm. Faydalı düşüncə olduğunu qənaətindəyəm. Və kimdən bilirsiniz, çıxış edirəm. Antik mütəfəkkirlərdən birinin sözündən. O deyərdi ki, fəlsəfə qəlbin dərmanıdır. Və bu düşüncə də bir tərəfdən baxanda, əgər başqa tərəfdən sırf dünyanın metafiziki mahiyyəti ilə bağlı aydınlanma ilə əlaqəli olsa da, digər tərəfdən daha ziyadə ruhun möhkəmlənməsi üçündür. Digər tərəfdən, indi bəhs edəcəyim düşüncə. Və bu düşüncə Alman fəlsəfəsindəndir dostlar. Alman fəlsəfəsindən məndə o barədə bir kitab var. O, deməli, Rusiyada çap olunub, hardasa 70-ci illərdə, 1970-ci illərdə çap olunub və belə qəşəng adamı mütaliəyə cəlb eləyən, düşünməyə cəlb eləyən bir kitabdır və elə o dövrün nəşri var məndə. Onu bir dənə Bukinistdən almışdım. Sabir bağı ilə üzbəyiz olan Bukinistdən almışdım. Orada həm bir Alman klassik fəlsəfəsindən seçilmiş mətnlər var və müəlliflərin şəkilləri ilə bir yerdə. Çox xoşa gələn bir nəşirdir. Oradan bu cümləni oxumuşdum dostlar. İstəyirəm sizlə onu bölüşüm. Düşüncəni gəlin oxuyaq dostlar əvvəlcə. Sonra sizə onu açmağa çalışaq. Bax, deyir ki dostlar, bir zamanlar reallaşmış olan bir nə deyək, yaşantı deyək də buna. Yaşantı artıq var olan nəsə deyildir. Və heç vaxt reallaşmamış yaşantı qədər yoxluğu ifadə edir. Üstəlik, indiki anda olan hər şey bir an sonra yox olur. Bu səbəbdən ən əhəmiyyətli, keçmişə görə ən əhəmiyyətsiz hazırki an reallıq baxımından daha üstündür və indinin keçmişə yönəlik münasibəti varlığın, hər hansı bir varlığın heçliyə yönəlik münasibətinə bənzəyir. Cümlə qəliz deməyim. Bəlkə ola bilər zahirən dostlar qəliz görünsün, amma əslində aydın, şəffaf bir düşüncədir və bu düşüncənin müəllifi olan filosof deməli dostlar nə ilə seçilir? Nietzsche, indi mən adını çəkmək istəmirəm, zaten çox danışmışıq filosof barədə. Nietzsche onun haqqında deyərdi ki, onun şəninə deyərdi ki, o ən dərin məsələləri çox belə aydın ifadə edə bilir. Və başqa tərəfdən
Çox sevdiyim bir Amerikan filosofu var, mütəfəkkiri və şairi var, Emerson. Onun qəşəng bir yanaşması var. O deyir ki, mürəkkəb məsələləri, dərin və mürəkkəb məsələləri aydın və sadə şəkildə izah eləmək, şərh eləmək yüksək təhsil tərbiyənin göstəricisidir. Və bu da yadıma başqa bir İngilis filosofunun düşüncəsini yada salır dostlar. Nietzsche bu düşüncənin müəllifi haqqında belə deyərdi. Deyərdi ki, o təkrar edirəm, mürəkkəb məsələləri çox belə aydın dillə bizə izah eləyə bilir. Və mənim çox da sevmədiyim İngilis filosofu Bertrand Russell də həmən filosof haqqında deyərdi ki, o kultura, dərin və geniş kulturaya malik filosofdur. O siz nə mənada bunu deyərdi? Yəni çox oxumuş, dünyanın, yəni sivilizasiyaların müxtəlif müdriklik nümunələrindən xəbərdar olan bir filosofdur. Onun haqqında deyərdi. Bu düşüncə həmən filosofun düşüncəsidir dostlar. Düşüncə belə ilk baxışdan biraz mürəkkəb gələ bilər, amma zənn edirəm, əgər ona belə diqqətlə fikrini cəmləyərək baxarsansa, sənə çox aydın, aydınladıcı, hətta sənət nöqteyi nəzərindən də çox belə qəşəng ifadə edilmiş bədi düşüncə kimi də gələ bilər dostlar. Poetik bədi düşüncə kimi, poetik fəlsəfi düşüncə kimi də gələ bilər. Deməli, nədir məsələ dostlar? Bu da nə demək istəyir? Gəlin biraz bu düşüncəni açaq və onun ruha nəyə görə xoş gələ bilər, ruhumuzu nəyə görə yeniləyə bilər, ruhumuzu nəyə görə möhkəmlədə bilər, buna dair müəyyən yanaşmanı ortaya qoyaq. Bax, bu nədir dostlar? Bu deyir ki, bax, bilirsiniz necə? Mən məsələn bir neçə insan həyatım boyunca, bu necə deyərlər, qısa mı və orta müddətli mi? Həyatım boyunca bir neçə insana rast gəlmişdim ki, onlar belə deyirdilər. Onlar belə demişlər və bu insanlar ikisi kifayət qədər uğurluydu mu? Uğurlu mu deyim? Uğurlu yox, yəni uğurlu sözü kimi yox. Yəni ki, nə deyim? Kifayət qədər yaxşı işdə çalışan, gəlin belə deyək, insanlar idilər. Onlar bir məhramanə bir anda belə bir fikir demişdilər ki, mən keçmişdən ancaq pis şeylər yadımda qalıb. Biri belə demişdi. Biri də demişdi ki, yaddaşımı silmək istəyirəm. Yaddaşımı silmək istəyirəm. Belə yaşantılar varmı? İnsanlarda belə yaşantılar olurmu? Mənim məsələn şəxsən özümdə olmayıb heç vaxt, olmayıb. Bu bəlkə nəyə görə belədir? Bəlkə də mən onları materiala ədəbiyyata çevirdiyim üçün yaddaş, xatirə mənim üçün son dərəcə əhəmiyyətlidir və hətta müqəddəsdir, belə deyərdim. Digər tərəfdən məsələyə mən həmişə fəlsəfi baxıram və bizim həyatımızdakı bütün mənfi təcrübələri, müsbət mənfi təcrübələri, hər şeyi fəlsəfəyə çevirməyin tərəfdarıyam və bunu eləyirəm. Ona görə bu mənim üçün maraqlı təcrübədir, maraqlı bir səyahətdir. Amma həmən o insanlar düşünürəm ki, bəlkə də çox tez nəticəyə varmışlar. Çünki insan bir tərəfdən insan nədir ki? İnsan xatirədir də, xatirədən ibarətdir həm də.
Elə deyil, yəni nə olursa olsun, pis və ya yaxşı, xatirələr sənin formalaşmağın üçündür deyə düşünürəm. Sənin şəxsiyyət kimi yetişməyin üçündür, bilgələşməyin üçündür, müdrikləşməyin üçündür də. Ona görə də məsələn onların belə bu tip fikir bildirmələri mənə belə gəlir ki, tez bazar qənaəti idi və yaxud hansısa bir bəsit emosional belə reaksiya idi da deyə bilərik. Çünki mənə elə gəlir ki, onların həyatında çoxlu xoş xatirələr də olub, çoxlu xoş yaşantılar da olub. İndi çətinliklərə də gəldikdə isə bilirsiniz necədir həyat. Sən fərdsən də, fərdiyyətsən, unikumsan. Sənə heç kim bura gələcəksən və xoşbəxt olacaqsan sözünü verməyib, düzdür? Öz iradənlə gəlməmsən, təbiət iradəsi ilə son nəticədə gəlmirsən və demək ki, bu səyahəti başa vurmalısan. Ona görə də mənə gəlir ki, bilirsiniz, həyatı indi mən öz təcrübələrimdən çıxış edeyim də. Yəni sən onu öhdəsindən gələ bilməlisən deyə düşünürəm və xoş xatirələrə daha çox fokuslanmalısan. Yəni ki, xoşluqları daha çox görməlisən, mənfi xatirələrdən də güclənmək üçün istifadə etməlisən. Elə Nietzsche'nin çox qəşəng bir düşüncəsi var və o düşüncəni məhz bu nöqteyi nəzərdən də yeni kitaba daxil eləmişəm dostlar. Sağlıq olsun, yeni kitab çap olunanda onu əldə edənlər bəlkə də olarlar və məni də çox sevindirərlər. Orada bu düşüncəni vermişəm. O düşüncə çox ləzzətli düşüncədir. O deyir ki, Nietzsche'nin belə bir sözü var. Məzmun bu cürdür. Dəqiqləşdirmə, mən məzmunu demək istəyirəm. Həyatı qəşəngləşdirməyin yollarından biri onu idealizə eləməkdir. Bu cəhətdən mən ədəbiyyatdan daha çox deyə bilərəm. Onunla bağlı olduğum üçün ədəbiyyatın çox böyük dəyəri var, yaxşı ədəbiyyatın. Çünki yaxşı ədəbiyyat həyatı həm də idealizə eləyir. Yəni, hətta mənfi təcrübələri belə, xoşagəlməz təcrübələri belə poeziyaya çevirir, şeiriyyata çevirir. Yəni, misraya çevirir, cümləyə çevirir, fikrə çevirir, təsvirə çevirir. Ona görə həyatı, belə deyək dostlar, sözün birbaşa mənasında olmasa da qəşəngləşdirir, maraqlı eləyir, əyləncəli eləyir, intellektual baxımdan əyləncəli eləyir. Ona görə bu baxımdan ədəbiyyatın dəyəri var. Nə edəcəyim? Yəni, o təcrübələrdən çıxış edərək, məsələn üçün, o insanlar deyirlər ki, xatirəni, yaddaşı unutdu, itsəm yaddaşımı təmizləyim. Yaddaşı təmizləyirsənsə, onda səni formalaşdıran əsas xassələr də təmizləmiş olsun. Yəni, demək istəyirəm ki, onlar çox tez emosional reaksiya vermişlər. Çünki zaten sən başqa cür doğulsan da belə, başqa bir həyatda doğulsan da belə, başqa şəkillərdə doğulsaydın da belə, yenilənsəydin də belə, yenə də həyatında mənfi, az və ya çox dərəcədə mənfi təcrübələr olacaqdır. Amma onlarla birlikdə müsbət təcrübələr də olur da, belədir. Və həyata bu tip baxış üçün, yəni ki, bu həyatı idealizə etmə, həyatı sevincə çevirmə baxışını əldə etmək üçün mən düşünürəm ki, ədəbiyyat çox əhəmiyyətli bir vasitədir həm də. Amma mövzumuz indi bu deyil, fəqət əlaqəlidir. Yəni, nədir məsələ dostlar? Bax, bu düşüncədə nə deyilir? Deyir ki, bax, məsələn, bir vaxtlar bir yaşantı olub, deyək ki. Bu yaşantı artıq var, yoxdur. Bir vaxtlar olub, amma artıq yoxdur, düzdür? Demək ki, əslində o artıq gömülüb keçmişə. Məsələn, yox olub itib. Və heç vaxt reallaşmamış yaşantı qədər yoxluğu ifadə edir. Yəni,
həyat elə bil ki, keçmişdə olan deyək ki, mənfi təcrübələr var da. Bu keçmişdə olan mənfi təcrübə heç vaxt olmamış bir yaşantı kimi bir şeydir. Yəni artıq gömülüb ki, qaranlığa. Xatirəsi səndə qala bilər. Amma bu böyük əhəmiyyət kəsb eləmir. 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 O artıq yoxdur. Keçib gedib. Yaşantının özü yoxdur. Buxarlanıb gedib. İzi qala bilər, amma təkrar edirəm, iz əhəmiyyətli bir şey deyil. İzin öhdəsindən gəlmək olar. Üstəlik indiki anda olan şeylər də bir an sonra keçmişə gedir. Bir an sonra keçmişə gedir. Düzdür? İndiki anda olan şeylər də keçmişə gedir. Qaranlığa gömülür. Buna görə deyir, ən əhəmiyyətli keçmişə nəzərən ən əhəmiyyetsiz indiki an reallıq baxımından daha üstündür. Yəni bizim indiki anımız keçmişə nəzərən daha üstündür. Keçmiş xatırlana bilər, yaxşı və ya pis formalardan, nostalji ilə xatırlana bilər, nə bilim, idealizə edilə bilər. Bəli, dediyim kimi də poeziya bunu, yaxşı ədəbiyyat bunu idealizə edir. Çox əla şəkildə elə bilir. Dərəcələrə baxır da. Ona görə ədəbiyyat sevgisinin təməllərindən biri budur. Həyatı qəşəng formalarda əks etmək. Yəni onda hətta o gülməli, qaranlıq, nə bilim, istehza doğuran, bəlkə həm də xoşagəlməz şeylər belə poeziyada qəşəngləşə bilirlər. Qəşəngləşə bilirlər və əyləncəli ola bilirlər. Çünki orada həyat idealizə olunur da, idealizə olunur. Ən azından üslub şəklində, sənət şəklində idealizə olunur. Ona görə keçmişi belə hər müxtəlif şəkillərdə xatırlamaq olar, Amma o əslində əhəmiyyət kəsb eləmir. Gerçəkləşməmiş yaşantı qədər əhəmiyyətsizdir. İndiki an ondan daha üstündür. Ona görə məsələn üçün sənin keçmişə ilişib qalmağında heç bir əhəmiyyət yoxdur. Heç bir xüsusi əhəmiyyət yoxdur. İndiki ana fokuslanmaq ondan qat-qat yüksək əhəmiyyət daşıyır. Çünki indiki an reallaşmaqdadır. Keçmişdəki isə artıq uçub gedib. Sadəcə izi qala bilər. Amma onun reallığı artıq yoxdur. Uçub gedib. Ona görə indiki an əhəmiyyətsiz olsa belə o anlardan daha əhəmiyyətlidir. Bu bizə baxışdır dostlar. Yəni bu baxışdan baxaq. Yəni məsələn üçün sən indiki anda gördüyün işə fokuslanmağın keçmiş barədəki problemlər, çatışmazlıqlar, qüsurlar, qaranlıq tərəflər haqqında fikirləşməkdən daha əhəmiyyətlidir. İndiki anında gördüyün işə, halətə, o içində bulunduğun reallığa fokuslanmaq və ondan hər hansı bir şəkildə bəhrələnmək keçmişdəki o mənfi, hətta müsbət yaşantılar barədə düşünməkdən belə daha əhəmiyyətlidir. Çünki keçmiş artıq yoxdur və ona ilişib qalmaq da böyük əhəmiyyət kəsb eləmir. Mənfi mənalarda. Müsbət mənalarda xatırlanmağı əladır. Bu əslində bizim zehniyyətimizin içindəki poeziya ilə əlaqəlidir. Biz poetikləşdiririk həyatı və xoşagəlməli edirik. Bu superdir, şeiriyyatla bağlıdır, bizdəki şeiriyyat qabiliyyəti ilə. Amma mənfi mənada ona bağlanmaq, ilişib qalmaq əhəmiyyətsiz bir şeydir. İstənilən halda əhəmiyyətsiz bir şeydir. İndiki an sənə xüsusi nəticə gətirməsə belə də belə əhəmiyyətsiz bir şeydir. Yəni ən əhəmiyyətsiz indiki an belə keçmişin mənfi təcrübələrinə ilişib qalmaqdan qat-qat əhəmiyyətlidir. Bu sənin işivə də daha yaxşı fokuslayar, təkmilləşməyə və də daha çox fokuslayar səni. Çox cəhətlərdən sənə faydalı olar. Yəni indiki əhəmiyyətsiz ana belə fokuslanmaq keçmişin mənfi təcrübələrinə ilişib qalmaqdan qat-qat əhəmiyyətlidir. Hər cəhətdən, sənə bəhrə gətirib baxımından da, hər cəhətdən, iş cəhətdən də, nə bilim, özünü təkmilləşdirmə cəhətdən də, insanlararası münasibətlərdə də və s. Mən demirəm, bu təcrübələrdən çıxartdığımız yaxşı nəticələrə
kölgə salsın? Yox, insan bilgələşə bilər, təcrübələrdən bilgələşə bilər, təcrübələrindən nəticələr çıxararaq bilgəliyini artıra bilər. Amma mənfi mənada ora fokuslanmaq, qalmaq, ora enerji sərf eləmək əhəmiyyətsizdir. İndiki an qat-qat əhəmiyyətlidir, hər cəhətdən də, hər cəhətdən. İnsanların münasibətlərdən tutmuş iş həyatına qədər. Və indiki anın deyir, keçmişə o yönəlik münasibəti varlığın heçliyə yönəlik münasibəti kimidir. Bir var olan bir şey, bir var heçlik, olmayan bir şey. Yəni var olan bir şey xassədir, xassa, orada bütöv xassa var, güclü xassa var. Olmayan bir şey heçlikdir, orada xassa yoxdur, xassəsizlikdir. Ona görə buna bənzəyir. Elə bil ki, var olan bir şey yox olan bir şeyə münasibəti necədir? İndiki anın əhəmiyyəti də keçmişə yönəlik o keçmişdəki mənfi təcrübələrə ilişib qalmaqdan bu cür əhəmiyyətlidir. Bu çoxlu tərəflərdən həm də nədir? Nədir dostlar? Bu indi mən bunu deyə bilmərəm ki, bunu real həyatda çoxlu sayda insanlar reallaşdıra bilərlərmi? Bax bu dediyim şeyi. Əksinə buna iddia etməyə gərək yoxdur. Zaten mən buna heç vaxt iddia etməmişəm. Bu söhbətlər məndən ruhi əqrəba olanlar üçün dəstə etibarilə ümumiyyətlə nə eləyirəmsə onlarla bağlıdır. Çünki başqa cür ola bilməz də, bunun strukturu belədir. Amma bu söhbəti bölüşmək istədim. Bəlkə kimsə faydalana bilər, mənim əzizlərimdən kimsə. Və nə baxımdan faydalana bilər? Bu üstəlik mənəvi təkmilləşməklə də bağlı məsələdir. Yəni necə? Məsələn üçün, əlbəttə bu bitərəfli çox da nəticə verməz, gərək çox tərəfli olsun, müxtəlif insanlarda bu olsun və ya qarşılıqlı münasibətdə olan insanlarda bu olsun. Amma bitərəfli məsələ belədir ki, məsələn üçün deyək ki, mən məsələn keçmişə yönəlik kimə məsələn kin saxlayıram? Məsələn mən heç kimə kin saxlamıram. Məsələn kin duyğusu yoxdur məndə. Və yaxud zaman-zaman oyanmaq istəsə də belə, o müəyyən bir dərk etməklə, dərk etmənin ruhdakı təmayüllərə təsiri ilə o yatışa bilir. Məsələn, bu cür. Çünki keçmişə ilişib qalmaq, məsələn, səni deyir, kinləndirir, məsələn, nəyəsə yönəlik. Amma bunu dərk eləmək kinivi yatışdırır. Məsələn, başa düşürsən ki, bu lazımsız şeydir. Boş enerji israfıdır. Və sənə zərərlidir. Və yaxud keçmişə yönəlik mənfi təcrübədən çıxış edərək sən kiməsə belə düşmən sayağı halda olsan. Düzdür? Bunu məsələn yatışdırmaq üçün bu düşüncə yaxşı düşüncədir. Mən demirəm ki, bunu eləmək yaxşıdır, pisdir, bu ayrı məsələdir. İnsan özünə fayda, özünə mənəvi, ruhi fayda baxımından deyirəm. Yəni sən məsələn üçün indiki ana fokuslanmaq, yəni demək istəyirəm ki, sənin ruhi təkmilləşməyinə də fayda verə bilər. Çünki indiki ana fokuslanmaq səni keçmişdən lazımsız təcrübələrindən, pis, mənfi təcrübələrindən uzaqlaşdırır. Onunla əlaqələri kəsir. Beləliklə, sən indiyə fokuslandığın üçün ruhun yenilənir. Və sən daha keçmişə yönəlik hansısa bir kin, qisasçılıq və ya pis hallarda olmursan, qisasçılıq halında olmursan. Yəni ki, belə bir duyğun olmur. Daha ziyadə bu, daha dostanə, daha mehriban mühitlərin meydana gəlməsini təşviq eləyə bilər. Amma bu, dediyim kimi dostlar, fəlsəfi çərçivədə daha yaxşıdır. Yəni ki, bu kimi hallar gərək bilirsiniz necə, bir tərəfli olmasın da, bu hər tərəfdən olmalıdır. Yəni, qarşı tərəf də belə bir ruhi təkmilləşməyə qabil olmalıdır. Yəni, o belə ruhi təkmilləşməyə qabil deyilsə, o məsələn ilişib qalacaq primitiv, mənfi duyğulardır. Orada ilişib qalacaq. Yəni ki, gərək o da belə yenilənməyə, ruhən yenilənməyə açıq olsun. Qabil olsun ki, bu vəziyyət, bu işıqlı vəziyyət gerçəkləşsin. Amma bu təkcə insanlar arası münasibətlərlə bağlı deyil ki, fərdi mənada da belədir. Yəni, sənin fərdi məqsədləri və bunu tətbiq edə bilərsən bu halı və işlərinin yaxşı getməsi üçün, hər cəhətdən, istər mənəvi, istər maddi cəhətdən yaxşı getməsi üçün indiki ana fokuslanmaq və mənfi təcrübələrdən
nəticə çıxararaq o mənfi təcrübələrin təsiri altında qalmamaq sənə daha çox fayda gətirə bilər hər cəhətdən. Üstəlik, ruhi təkmilləşmə baxımından da fayda gətirə bilər. Yəni, indiki ana fokuslanıb, onun ləzzətini görmək, keçmişin o mənfi təcrübələrinə ilişib qalmaqdan qat-qat yeyidir, yaxşıdır, əhəmiyyətlidir. Hansı yaşda olaraqsa olaq, hansı durumda olaraqsa olaq, hansı şəraitdə olaraqsa olaq, dostlar. Bu çox qəşəng bir düşüncədir və mənim çox xoşuma gəlmiş. İstəyirəm sizinlə də bölüşüm. Üstəlik, ustadları xatırlamaq baxımından çox əhəmiyyətlidir və böyük, dəyərli, dərin, çox əhəmiyyətli, mənəvi fəaliyyətə böyük töhfələr verən Alman fəlsəfəsini xatırlamaq baxımından da çox əhəmiyyətlidir, dostlar. Belə, mən həyatımda bunu tətbiq eləyə bilirəm, yetərincə tətbiq eləyə bilirəm. Bəlkə gələcəkdə daha yaxşı tətbiq eləyəcəyəm və arzulayardım ki, belə deyək də, əgər onlar da istəyərlərsə, məni izləyən dostlar, yoldaşlar, əzizlər də öz həyatlarında bu fəlsəfi variantdan istifadə eləsinlər və əvvəldə demişdim, bu baxımdan fəlsəfənin qəlbin, ruhun çox qəşəng dərmanlarından biri olduğunu, az saylı, nadidə dərmanlarından biri olduğunu özləri də öz təcrübələrlə təsdiqləsinlər və dərk eləsinlər. Hələlik dostlar, əzizdən müğayət olun. Günləriniz xeyirli keçsin. Hələlik, sağ olun.